Ümumiyyətlə, biz gərək xalqımıza gözəl şəkildə səbr etməyi təqdim eləyək. Əsərlər vasitəsilə, filmlər vasitəsilə. Səbrin şirinliyini dadan adam, filmlər gənclərə çox təsir eləyir. Dadan bir millət güclənəcək, səbirli olacaq. Və səbirlə böyüyəcək və nailiyyətlər əldə eləyəcək. Belə yox ki, oturum, görüm başıma nə iş gəlir. Gəldi, da neyniyim ki, səbir eləyim, ay Allah, dözürəm də bir tər. Belə yox, kişi kimi, mərd kimi meydana girəsən. Bu da misal, alimlərdən birinin misalı, çox xoşuma gəlir. Deyir ki, elə bir sənə bağlayıblar bir maşına. Maşında hərəkət edir. Məsələn, deyir də, 30-la 40-la gedir. Sən ayağı tərpətməsən, deyanson ki, mən getmirəm, baş üstə dəyəcəksən yerə. Amma sən yolun nədir? Sən qaçasan gərək, qaçasan ki, maşının səni dartmağından əziyyət çəkməyəsən. Dünya budur. Dünya budur. Ya sən pasiv oturub dayanacaqsan, hadisələr gəlib səni əzəcək, ya sən qaçacaqsan, özün gedəcəksən çətinliyə tərəf, hadisələrdən zövq ala-ala, ləzzət ala-ala. Peyğəmbər yanındakılarına dedi ki, salavatullah buyurdu ki, təəccüb edirəm, insanlar elə şey axtarır ki, Allah onu yaratmayıb. Dedilər, necə ola bilər ki, insanlar Allahın yaratmadığı bir şey axtarsın. Peyğəmbər buyurdu ki, bəli, dünyanın rahatlığını axtarırsınız ki, Allah elə bir şey yaratmayıb. Ham rahatlıq dalıcadır. Yoxdur belə bir şey, ay insan. Ya eyyuhəl insan. Ey insan deyir, ey mömin yox. Ey insan, innəkə kadihun ilə rabbikə kədhən. Sən ağır, çətin bir yoldasan Rəbbivə tərəf. Sən onsuz da narahat olacaqsan, əziyyət çəkəcəksən. Söhbət nəyin söhbətidir? Söhbət bunun söhbətidir ki, gəlmirsən, müəyyən elə ki, necə narahat olacaqsan. Yəni, narahat necə əziyyət çəkəcəksən. Narahat sözü biraz düz gəlmir. Necə əziyyət çəkəcəksən? Hansı əziyyətləri çəkəcəksən? Niyə boşanma artıb? Boşanma rəqəmləri təəssüf ki, artıb. Nə səbəbdən? Niyə görə? Çünki biraz xoşuna gəlmədilər bir-birinin, dözə bilmirlər. Səbr eləyə bilmirlər. Bu qədər sadədir səbəb. Görürsünüz, səbr nə qədər ictimai bir mövzudur. Balaca qarşı tərəf bunu qane eləmədi, söz, söhbət, dağılışır və salam getdi. Xasiyyətimiz düz gəlmədi, söz də budur. Xasiyyətimiz düz gəlmədi. Bu onu göstərir ki, cəmiyyətdə səbr azalıb. Bu onu göstərir, onun göstəricisidir. Kimsə demir, ailə üzvləri bir-birinin qabağında zəlil olsun. Yox, zəlil yox, səbr eləsin, böyüsün, inkişaf eləsin, güclənsin, dözsün. Bəzilərdə sevindir, deyir, nə yaxşı Azərbaycanda boşanma çoxalıb. Qadınlar tez gedib boşanırlar. Təbrik edirəm xalq. Sən bu millətə düşmənsən, bu xalqa düşmənsən. Yəni, necə bir şeydir ki, bu, elə bir nəsil formalaşsın ki, balaca konflikt oldu, getsinlər ərzə verib boşansınlar. Bu nə qədər aciz adamdır. Bu nə qədər zəif adamlardır. Bunlarla hansı gələcəkdən danışmaq olar? Şəxsi və ictimai həyatımızda güclü olaq. Əleyhissalam ömrünün axırında 2 nəfərə namazının qunutunda lənət oxuyurdu. Bir Əşhəsi idi, bir də Əbu Musa Əşəri. Araşdırın, baxın, bu ikisi də bilirsiniz kim idi? Rahat tələb adamlar idi, ikisi də. Rahat tələb və cəmaatı bədbin eləyən ki, lazım deyil, dava nəyə lazımdır, filan şey nəyə lazımdır. Ağrımaz başım məntiqi ilə yaşayan adamlara lənət oxuyurdu. Çünki bir milləti xarab eləyir o insanlar. Bütövlükdə bir nəsli xarab eləyir. Müharibə vaxtı sülh yadına düşmüşdü bəzilərinin. Onlar düşmənçilik eləyirdilər bu xalqla. Humanistlər məsələn. Bəli, heç kəs istəmir, bir nəfər dünyada ölsün. Heç kəs bunu istəmir. Yəni, ağlı başında olan adam, vicdanı olan adam istəməz. Amma
Amma asayişə çatmaq üçün söz başa düşməyən ki, milyonlarla insanın qanına susuyub, söz eşitmir. Bunun qabağında möhkəm dayanıb bunu yerində otuzdurmaqdan başqa yol yoxdur. Bu eyni humanizmdir, insanpərvərlik budur. İnsanpərvərlik budur ki, silah götürüb gedib onu rədd eləyəsən, çıxsın, geçsin, insanlar rahat nəfəs alsın. Buna deyilər insanpərvərlik. Amma Əbu Musa Əşərilər, Əşəslər deyirlər, yox, cəmaat yorulub. Bu cür ruhiyyədən saldılar Həzrət Əli Əleyhisselamın ətrafını. Lənət oxuyurdu. Görün, ürəyi nə qədər yanıqlıydı bunların əlindən. Küfə cəmaatının İmam Hüseynlə müharibə eləməsinin səbəblərindən biri bu idi ki, Küfə cəmaatı rahatlıq axtarırdı. Deyirdi ki, baş ağrıdır bu bizə. Gedək tez məsələni həll eləyə, gələk rahat yaşayışımızı yaşayaq. Ay yaşadız rahat. Həccacları Allah gətirdi, hakim elədi. Küfə hakimlərinə baxın, biri-birindən alçaq idi. Deyirəm axı sənə, əziyyət onsuz da var. Əziyyət onsuz da var. Sən gedərdin əziyyətə tərəf, özün, sonra firavan yaşayardın. Allahın köməyi gələrdi. Rahat yaşayış üçün özümüzü öldürməyək. Təhlükəli adamlardır, rahat tələb adamlar. Elə bilməyin, rahat tələblik xırda bir problemdir. Rahat tələbli adamı imam qatil eləyir. Rahat tələb adamdan nə desən gözləmək olar. O inkişaf eləsə, sonra nə desən, hansı hökmü desən tapdalayar o dinin hökmünü. Harada çətin gəldi, ondan imtina edirlər ki, başım ağrımasın. Yəni çətindir mənim üçün bu. Rahat tələbli adamı cinayətkara çevirir, din düşməninə çevirir. Bu xırda kiçik məsələ deyil. Efirlərdən bunu təbliğ eləmək lazımdır. Yoxsa yayılıb kresloda oxuyur, oynayır. Haçan açırsan, bir kişi, bir qadın, bir oğlan, bir qız yığılırlar, yayılıblar qəşəng, rahat-rahat, çaydan içirlər. Filan kəs oxusun, oxudular, əl çalırlar. Filan kəs oynasın, filan kəs bu nə çatdıracaq? Bu təsirdə formalaşan adam nə olacaq? Elə filmlər çək, elə seriallar çək, elə verilişlər hazırla ki, gənclərə o əziyyətin ləzzətini göstərsin ki, həyat, bu ləzzətdə həyat deyil, and olsun Allaha. Gecə gündüz oxu, oyna, Allah haqqı ged o adamın ürəyinin içinə gir, onun ruhiyyəsinə bax, o, cəhənnəmdir onun içi. Mümkün deyil. Mən həmişə deyirəm, İmam Hüseyn məclisindən çıxanların üzünə gözünə bax, o barda gecə saat neçəyəcən əylənib oynayanların gözlərində bir qəm var, bir daha acı bir qəm. Bunu müqayisə elə. Bunu müqayisə elə, gör, hansı daha düzgün yoldur, daha dəyərlidir. Qaçmayaq çətinlikdən. Çətinlikdən qaçaq, sonra acizənə, ay Allah mənə kömək elə. Bu adamlardan Allahın acığı gəlir. Allah belə duanı xoşlamır. Acizlərin naləsindən acığı gəlir. Acizlərin naləsindən. Güclülər acizanə dua eləyəndə Allahın xoşu gəlir. Boyun əyilmir heç kəsin qabağında, əleyhissalam kimi. Gedir səcdəyə, deyir, aciz bəndönəm. Buna deyir ki, bəndədir bu, güclüdür bu. Heç nədən çəkinmir. Yoxsa elə 100 dən adamın qarşısında başı əyib, Allahın da qabağında. Allah deyir, bu baş öyrəşib əyilməyə. Bu baş öyrəşib əyilməyə, bu da növbəti dəfəsidir. Nə əhəmiyyəti var onun? Güclü şəxsiyyət formalaşdır. Allah xoşlanmır ki, gəlsin, ilah mənə kömək elə. Mən sənə kömək eləmək üçün yox, səni böyütmək üçün yaratmışam. Kömək mənli idi, onsuz da mən kömək eləyəcəm. Amma bəs proses nədir? Nə üçün yaranmısan ki sən? Sən yaranmısan, böyüyəsən. Bəs bunu nə tez unuttun? Sən ancaq hacət istəyirsən, Allahdan başqa etsinə. Sən gəlmirsən dünyada elə hacət istəyəsən, yoxsa bir özün haqqında düşünəsən. Mən səni yaratmışam, sən böyüyəsən. Bəs bunun dərdində deyilsən sən. Sən də böyüyürsən səbirlə, səbir vasitəsilə, çətinliklər vasitəsilə. Ona görə də səbr istədi öz və səbr istə, sonra hacəti istə. Rabbana afriq aleyna sabran. Allah o qədər xoş deyib bu duanı ki, gətirib Qurandakı qunutda bu duanı oxuyun.
İlahi bizə səbir ver və səbbit əqdamena, qədəmlərimizi sabit elə. Ondan sonra hacət istə. Səbr istə, sonra problemin həllini istə. Biz ancaq problem olanda dərhal deyirik, ilahi bu problemin var, onu həll elə. Bəs özün, bu problem nə üçündür bilib soruşursan? Problem nə üçündür? Sənin üçündür hər şey. Sənin böyüməyin üçündür, inkişafın üçündür. Biz ancaq problemlərimizin həllini Allahdan istəyirik. İstixarə eləyir, istixarədir. Ne üçün istixarə eləyirsən? Quran açır. Quran açmaq var axı, biri var fala baxasan, açır deyir ki, sənin yolunda bir qadın var. Hamının yolunda bir qadın var da. Filan kəs var, filan şey var, danışır. Quranda yoxdur axı o ki, bunun yolunda qadın var. Yoxdur Quranda. Açır Qurana baxır, ağzına gələni danışır. Adam da bu cəmaat o Quranla baxır. Quranla baxır, daha çox Allahın lənəti olsun ona ki, Quranı vəsilə eləyib falçılığına. Biri də var ki, Quranla istixarə. Yəni deyir, açırsan, cənnət ayəsi gəldi, yaxşıdır, cəhənnəm ayəsi gəldi, pisdir. O da ki, ağıl işlədirsən, alınmır, məsləhət eləyirsən, alınmır, yenə tərəddüddəsən. Deyir, bir dənə istixarə eləyim, görüm, Allahın məsləhəti nədir? Yaxşı ya pis? Biraz da ayənin məzmunundan şərt eləyə bilərsən. Çünki, sən burada çətinlik var, filan var, axırı yaxşı olar, amma əvvəli çətinlik. Bu, xəbər vermək deyir, məsləhət almaqdır. Evlənməkdə istixarə eləyir, açır. Niyə istixarə edirsən? Bir yaxşı həyat yoldaşı olsun da mənə əziyyət verməsin. Açır ki, mənə əziyyət verən olmasın. Bəs haçan adam olacaqsan sən? Və necə adam olmaq istəyirsən? Sənə heç kəs əziyyət verməsin, sən də adam olasan. Belə bir mexanizm var. Sənə heç kəs əziyyət verməsin, sən də adam olasın. Sən adam olmağa gəlmirsən dünyaya. Mən bu təhqir üçün demirəm, amma Əllamə Təbətəbai deyir ki, insan dünyaya gələndə adam ola bilər. Demə adamdır. Deyirəm, bir varlıqdır ki, istəsə adam olacaq, istəməsə yox. Sən gəlmirsən adam olasan, Allah da sənin qabağı eləsin çıxardır ki, onun vasitəsindən adam eləsin səni. Açır Quranı ki, mənə əziyyət verməsin, dinc başım, ağrımaz başım. Belə bir şey. İstixarə eləyir, qurban olmalılar, o da yaxşı gəlir. Bir dənə qəribə bir, əzazil bir də qabağına çıxır, deyir, bəs yaxşı gəlmişdi axı istixarə. Elə ona görə yaxşı gəlmişdi ki, sənin kimisini ancaq bu düzəldir, buna dözmək. İstixarənin yaxşılığının mənası buyur. Sənin içində elə zəifliklər var ki, ancaq buna dözməklə, bunu həzm eləməklə o zəiflikləri islah eləyə bilərsən. Sən zəiflikləri bunun vasitəsindən düzəltməliydin. Yenə deyirəm, demirək ki, git boynu bük, aciz ol, necə deyim, o sözləri adam işlətmək istəmir. Acizlikdən söhbət getmir, söhbət əziyyətdən qaçmamaqdan gedir. İndi nə reaksiya verməlisən, haradasa sərt olmalısan, harada mehriban olmalısan, onları özün ağlınla müəyyən elə, aciz olma deyir. Bəli, bəzi yerdə də dözməlisən. Xasiyyətindəki olan nöqsana dözməlisən. Bunu aşılamaq lazımdır cəmaata, insanlara. Bu cür evliliyi aşılamaq lazımdır. Aktiv səbir budur. Və sədəqə deyir, 70 bəlanı uzaqlaşdırır. Nə üçün? Sədəqə yəni özümə əziyyət verdim, malımı qopartdım, ürəyimdən verdim. Bu ki, özüm getdim, könüllü elədim. Allah deyir, 70 bəla gələcəkdir, bu böyüsün. Özü-özünü böyütdü də sədəqə verməklə. O bəlanı aparın da. Mexanizmdir, belə deyil. 70 bəla gedir, məsələn. 70 bəla niyə gedir? Sual verirəm, mən birinə sədəqə verirəm, mənim yolumdan 70 bəla niyə uzaqlaşır? Deyir ki, bəlanın, çətinliyin fəlsəfəsi nə idi? Böyüsün. Bu pulu qopartmaqla canından, bu da səbirdir. Sədəqə vermək səbirdir. Yəni bir şey içində deyir, vermə, sən də onu yarıb verirsən, səbirdir, o çətinliyə dözürsən, verirsən, böyüyürsən o qədər. Böyüdüyünə görə deyir, bəla böyütmək üçün, da nə ehtiyac var? 70'ini silin bunun yolundan. Bu aktif səbirdir. Pasif səbirsə oturasan görüm nə başıma gəlir, dözəcəm ona, məcburam da dözüm. Bəziləri elə dindarlıq eləyir, buna deyərdim ki, heç kəsə təhqir eləməyə adətim yoxdur. Yəni, kimdənsə danışmam, bu biraz namərd dindarlıqdır. Və bilmirəm, heç məndə də o var, yoxdur. Ona görə özümə nisbət verə bilərəm ki, heç kəs inciməsin məndən. Məsələn, gedir meçdə, elan verirlər. Şimdi deyəcək ki, bir də qulaq asar deyəcək ki, məsələn,
Bir dəfə mən danışmışdım, axırda elan elədi ki, Məhərrəm məclislərinə pul lazımdır. Biri yazmış ki, hə, bildi bu 1 saatdır niyə danışırdı. Sən demə elə bilir ki, mən 1 saat danışırım, axırda deyim ki, Məhərrəm məclisinə pul lazımdır. Bu elə başa düşürük, mən 1 saat burada özümü öldürürəm ki, o puldan mənə bir qəpiyi gəlib düşmür, heç zaman. O məclisin təşkili üçün. İndi də bu misallar elə çıxmasın, amma var da həyatımızda. Gedir məscidə, gəlir, məsciddə deyirlər ki, yardım yığırıq, bu eşitmir, çıxır gedir. Allaha deyir ki, mən məscidə getdim ha. Bu bir, yaz mənim balansıma. Sonra deyir, qohumları ziyarət eləmək deyirsən, savabdır, hə. Filan qohumun çox pis vəziyyətdədir, ged ona biraz kömək elə. Yox, bu yol tapır. Mənim başqa qohumum var, onun dəvətə ehtiyacı var, gedim onu dinə dəvət eləyim. Görürsən ki, varlı qohumdur. Onun evinə get-gəl eləmək istəyir. Adını qoyur din dəvəti. Bunu da yazır, silə-i rəhm elədim. Silə-i rəhm elədim. Axırda uzun bir siyahı təqdim edir Allaha ki, ilahi demisən məclisə getmişəm, demisən silə-i rəhm eləmişəm. Hamısının altından rahatlıq çıxır. Uzun siyahı ilə qəşəngcə gedir cəhənnəmə. Yaxşı əməllər siyahısı ilə. Gedir cəhənnəmdə yaxşı yer verirlər ona ki, sən dinə əməl edirdin. Bilirsiniz necə, o adam hər şeyin içində rahatını tapır, ən rahat yollarla özünü aldadıb dindarlıq eləyir. Nəfs çox hiləgərdir. Boşuna buraxmayın, öz başına qoymayın nəfsi. Nəfs o qədər hiləgərdir ki, dindən də öz xeyrinə istifadə edəcək, onu başsız qoysun, yəni başının üstündə dayanmasın. Rahat tələb, əyyaş dindarlar çoxdur, təəssüflər olsun ki. Demirəm, əksəriyyət elədi, əstəğfurullah, amma var, çoxdur, az da deyil. Heç əziyyət çəkməyim Allah yolunda, heç. Allah da nə edir qurban olduğum? Deyir, yaxşı da burada eləmədin ki, qayda budda sən əziyyət çəkəsən. Hüseyin yolunda çəkmədin ki, gələcək, həccac namusuva təcavüz eləyəcək. Zəlilanə olacaqsan, əziyyətlərə düşəcəksən, onsuz da düşəcəksən. Aktiv səbir budur ki, özün könüllü gedəsən. Misal deyirəm, sadə misal. Məsələn, çörək yiyirsən, az şəkildə süfrədən ayrılasan. Yəni, gözün süfrədə qalsın. Bu səbirdir də, səbr elədim, o tikəni götürüb yemədim. Bütün həkimlər də deyir ki, bunda xeyir var mədəyə. Bunda xeyir var. Yox, buna səbr eləməyəcəksənsə könüllü, bu könüllü səbr idi də, az yedim. Buna eləməyəcəksənsə xəstəliyə icbari səbr eləyəcək. O oldu pasiv səbr. Səndən asılı deyil. Aktiv səbir buydu ki, özün könüllü elədin. Hamı əziyyət çəkir hansısa şəkildə. Bir alim deyir ki, gəlir mənə deyirlər ki, hacı, atam mənə əziyyət verdirəm, əlhamdülillah, nə yaxşı. Biri deyir ki, həyat yoldaşım mənə əziyyət verdirəm, əlhamdülillah. Kimsə sənə əziyyət verməlidir, qoy atan versin. Atan versin, atanın əziyyətinə səbr elə, meyrac elə, get göylərə. Dünyadaykən meyrac elə. Göylərə get, ləzzətlə yaşa. Bəs nə üçün sən insansan? Bu gəlir din aliminə demək istəyir ki, çətinliyi götür, deyir, mənim əlimdədir. Bu bizdən təmənnası budur. Elə ki, çətin olmasın, yox, din alimi sənə deyə bilər ki, necə elə ki, çətinliyi asanlığa çevir, ləzzətə çevir, səbirlə, keyf elə çətinliyin ağuşunda. Demirəm, düzəltmə, həyat yoldaşı, islah eləmə, bunların hamısını elə, amma əziyyətdən qaçma. Aşura gecəsi İmam Hüseyin sahabələrinə dedi ki, yalan danışmaq biz əhl-i beytə haramdır, mən sizə düzünü deyirəm, sabah əziyyətli gündür, hamınız şəhid olacaqsınız, əziyyəti qəbul edirsiniz. Könüllü ki, getdilər əziyyətə tərəf, sabah gecənin söhbətidir, könüllü getdilər əziyyətə tərəf, nəticədə nə oldu? Ləzzət aləminə düşdülər və əbədi ləzzətə getdilər. Əleyhisselamın imkanı var idi, quyu qazırdı Mədinədə. Kasıblıqdan eləmirdi onu. Bağ salırdı.
Sözümü bitirirəm. Neçə dənə əziyyətsə deyim, hansı əziyyətlərə dözməliyik? Qısa. Qısa deyirəm, sözüm az qaldı, bir vərəq. Hansı əziyyətlərə dözməliyik? Bədənlə bağlı, cisimlə bağlı əziyyətlər birinci kateqoriya. Az yemək, az içmək. İdman ki, mənim üzüm qaradır, ixtiyarım yoxdur bunu minbərdən deyim, çünki özüm eləmirəm, amma siz eləyin. Gəzmək, çox yatmamaq, bunlara səbr etmək. Bunlar bədənlə bağlı hamımıza lazım olan səbirdir. Həm ruhumuz böyüyər, həm bədənimiz sağlam olar. Mənəvi əziyyətlər, aydındır ibadətlər. Namaz günündə 17 rükət. Deyir, çətin gəlir mənə. Demir, çətinliyindədir ləzzəti. Səhər, günorta, axşam. Səhər, sübh, ən yuxunun şirin vaxtı deyir, yuxudan oyan. Yuxudan oyan, biraz bunu elə və onun o səbrini, bizə necə elədə söhbət var da, adam var, mən eləyirəm, düzəlmə, necə elə, necə, o çətinliyi ağışval, sevə-sevə elə, şövqlə elə. Oruç tut hərdən, Quran oxu, hərdən nəfsi vadar elə, gəl otur Quranın qarşısında qulaq as. Nəfs gəlmir Qurana tərəf. Mən sual verirəm burada oturanlara və evdən məni dinləyənlərə. Ramazan ayından sonra neçə aya Quran oxumusunuz? Adam var, bir aya oxumağa müvəffəq olmur. Gələn Ramazan ayına qədər. Amma nəfsi gərək otuzdurasan, deyəsən, otur ey nəfs dinlə, səbir lazımdır. Qurana təslim olmaq üçün. Üçüncü növ nədir? Üçüncü növ malla, sərvətlə bağlı olan səbirdir. Əqimus-səlah və atuz-zəka. Namaz qıl və zəkat ver. Namaz qılın və zəkat verin. Namaz qılıb zəkat verənlər. Yəni canından çıxart. Çıxart canından. Çıxacaq onsuz da, könüllü çıxart. Xums ver. Xums illik gəlirdən artıq qalan pulun 5/1 sənin deyil, əvvəldən. Bu mənim pulum deyil. Mənim pulum deyil də. Bunu apar, xumsunu ayır. Xumsunu ayır, ver onu. Necə ki, bank işçiləri rahat pulu verir, o gəlir 10 min ver, sayır verir. Bu gəlir 20 min ver, sayır verir. Mübarizə aparmır ki, çünki özünün deyil bu. O 5/1 sənin deyil. Ümumiyyətlə malın sənin deyil. 5/1 ki, sahibi göndər ki, onu ver filan kəsə. Əvvəldən bil sənin deyil. Zəkat, sədəqə, borc, yardım, imkanın qədər. Adam var kasıb deyilir, adam var zəngin deyiləmir. Eləmir. İtirəcəksən, onsuz da pis itirəcəksən. Qışqırda alacaqlar səndən. Oğurlayacaqlar, kimsə alacaq sonra. Ver könüllü. Deyir, Allahın dostuna kömək eləməyən, Allahın düşməninə kömək eləyəcək. O vəsait ora gedəcək. Elə bir adam səndən tələb eləyəcək ki, qarğış elə verəcəksən. Bunu apar könüllü, qəşəng, gözəl, səbr elə, ləzzət alala, apar, ver. Deyirən, əlhəmdülillah, çox şükür, mənə qismət oldu. O qoparmağa səbr elə. Pul xərcləməyin bir proqramı olar ki, mən ayda filan kəsə filan qədər kömək edirəm filan. Haqqun məlum Quran deyil. Məlum elə də nə qədər sən bu işlərə pul vəsait ayırırsan, nə qədər çox ayırsan öz qazancındır. Həm həyatın ləzzətli keçər, həm dünyanın, həm axirətin. Münasibətlərdə səbir, ailədə, qohumlar. Adam dostlarını özü seçirir, amma əmsi oğlunu özü seçmir. Dayısı oğlunu özü seçmir, xalası oğlunu özü seçmir. Allah ki, deyir, silə-i rəhm elə, yəni hamısı ilə keçin. O pis adamdır, o ilə biz pis olma oynan. Pis, yaxşı, qohumdur, get baş çək, zəng elə, soruş, səbr elə də, çətində axı sən üçün götürüb yığasan, acığın gəlir də, üzünü görmək istəmirsən, zəhlön gedir ondan. Amma deyir, zəng elə. Çünki eləməlisən də, boynuna haqq qoyub. Qohum haqqı var. Bu sən həm də böyüməyin üçündür ki, sən buna səbr eləyəsən. İctimai münasibətlərə səbr eləmək. Ən çətin səbrin növlərindən biri adamlara, insanlara səbr eləməkdir. Bu da bir. İctimai münasibətlərdə səbr. Təəssüf edirəm ki, bəzən mömindirlər 5-10 nəfər birləşir bir iş görməyə.
bir il ömrü olmur. Bir-birinin zəifliyinə dözmək, səbr eləmək, inkişaf eləmək üçün ən əsas bir şeydir. Hərəyə bir irad tutasan, hərədə bir nöqsan tapasan, özünlə məşğul ol və insanları çox gözəl yaşamaq olar, bacarsaq nəfsimizi əzib səbr eləyə bilsək. Adamlara haqq verək, o haqlı ol deyəsən, mən haqsızam, sən haqlısan. Bu barədə danışmışam keçmişdə. Məsələn, sənin təklifin keçməyə, onun təklifi keçə, məsələn, bir işdə. Sonra nəticə pis olur, desəm, mənə görə oldu, sənlik deyildi. Budur, bu insanların xüsusiyyəti budur. Uğuru onun ayağına yazasan, məğlubiyyəti öz ayağına yazasan. Belə adamlar yoxdur. Uğur olanda deyəsən, sənə görə oldu. Halbuki bilirsən, sənə görə. Deyəsən, sən elədin. Nə olar ki, deyəndə? Heç o saat mən demə, dünən filan kəsə görə oldu. Məğlubiyyət olanda onun səhvin oldu, məndə oldu, səhv. Nə olar ki, bu dost-qardaş arasında bu çox yaxşı münasibətlərdir. Bunun üçün səbir lazımdır və adam belə böyüyür, inkişaf eləyir. Belə eləyirsən, həyat şirin olur. Yox, sən onu ittiham elə, o səni, elə bilirsən, yaxşı oldu. Yaxşı, təmizə çıxartdığını özü, amma acı da elə yaşayır. O ilə kin yarandı, bu ilə düşmənçilik yarandı. Yenə deyirəm, haqqı qoru başqa şeydir. Mən dost-qardaş arasında, kollektiv arasında görsən, yersiz, iyrənc rəqabətlərin pisliyindən danışıram. O iyrənc rəqabətlərə getməmək üçün səbir lazımdır. Və axırıncı, bir də işin əziyyəti, işin altına girəsən ağır işlərin. Mən hətta cavanlara tövsiyə edirdim ki, işin yoxdursa, iş tapa bilmirsənsə, dur, get, pulsuz bir yerdə işlə. Bəziləri deyir, bu nə ağılsız təklifdir. Yox, sən get, Allah görsün ki, sən durub səbr edirsən işin çətinliyinə, Allah həm səni böyüdəcək, həm ruzu verəcək başqa yerdən. Başqa yerdən. Az maaşa gedişdə, əziyyətinə tərəf get, işin, puluna tərəf yox. Əziyyətinə tərəf get, pulu gələcək. Əziyyətinə tərəf get. İşin əziyyətinə tərəf. Ona görə deyir, ruzu qazanan mücahid kimidir, Allah yolunda döyüşən kimidir. Halal ruzu qazanan. Axırda da bu, nə edeyim, ictimai fəaliyyət, dinivə bir xeyir ver, necəsə. Nə bacarığın var, 5 nəfərlə, 3 nəfərlə dinə də xidmət elə, təkcə adamların qarnını doydurmaq yox. Din çünki cəmiyyətin, dövlətin sütunudur. Sütunlarından biridir. Dinə xidmət elə dövlətə, xalqa, millətə ən böyük xidmətlərdən biridir.